Deməli, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək qələbə paradına qatılmayacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Qatılacağı haqqında xəbər var idi ki, qatılmayacağı haqqında. Qatılacağı haqqında deyilirdi. Olmayıb. Deyilirdi canım. Yox, yan quruluşlar onu fikrə yaratmağa çalışırdılar. Bəli, yox, mən sizə Azərbaycanın qürurundan heç kim oynaya bilməz, Zahir bəy. Mən sizə deyim ki, deyilirdi. Hətta mən istəmirəm, ad çəkməyəcəm, amma bir neçə, hətta millət vəkillərindən də mən soruşmuşdum ki, əgər Netanyahu Bakıya gələcəksə, o gəldiyi ərəfədə prezident də həmin ərəfədə gəlməlidir, qələbə paradına gedəcəkmi? Çox belə şeylə mənə bildirmişlər. Rus trolları da millət vəkilləri nə danışırsınız? Rus trolları mütləq iştirak edir. Rus trolları. Birinci Rusiya Azərbaycan uçağını vurub hələ onun qarşılığını almayıb. Azərbaycan Cumhurbaşqanı o dövlətə gedərmi? Mən inanmıram ki, İlham Əliyev qürurunda, liderliyində olan bir Azərbaycan belə bir durumda elə bir parada getsin. Mənim həqiqətən bax bu dəqiqə içimdən gəlir ki, bu fikirləri səsləndirim ki, mən həqiqətən də mən Azərbaycan vətəndaşı olaraq mən cənab prezident İlham Əliyevlə bir daha qürur duydum. Gerisi heç bir şərh vermirəm, heç bir fikir bildirmirəm, amma bu xəbərlə mən bir daha Azərbaycan prezidenti ilə qürur duydum. Nə yaxşı ki, bizim prezidentimiz cənab prezident İlham Əliyevdir və o qürurlu bir prezidentdir. O qalib və qürurlu xalqı layiqincə təmsil edən bir prezidentdir. Mən çox sevindim həqiqətən Candar bəy. Elə sizdən soruşaq. Moskva yenidən vurulub. Bu parad nədir? Zahir bəy, bu yenidən vurulmaq deyəndə bu artıq Rusiya və Ukrayna siyasətində Rusiyanı Hindistanla müqayisə eləmək olar. Yəni Rusiya artıq bir Hindistandır. Yəni Rusiya hansısa bir qürur dövləti deyil ki və güclü dövlət deyil ki, Azərbaycan millət vəkilini geri qaytarmaqla deyil. O Rusiyanın qüdrəti sayılmır ki, cılızlığıdır. Bu arada deputatımızı da bildiniz də. O nəydi, o biabırçılığı nəydi? Belə çıxır ki, Azərbaycan deputatlarının içərisində Zahir bəy tək Rusiyanın əleyhinə bir deputat çıxış edib bu vaxtda. Belə görsəndi. Deməli ki, 23 deputat Rusiyanın əleyhinə ömür boyu danışmıyor. Yox, indi ora hamısı getməyib axı. Yox, inan ki, gedib gəlirlər ki, onlara toxunmurlar. Mən belə başa düşdüm, cəmi bir deputat ömrünüzdə Rusiyanın əleyhinə danışıb, onu da geri qaytarıb. Bu sarın millət vəkilidir Azər Badamov. Mən şəxsən tanımıram özünü, amma mən buradan Badamovu təbrik edirəm Zahir bəy. Bu geri qaytarılmasına görə xoşum gəldi. Mən çox istərdim ki, Azərbaycanın bütün deputatlarını o qadağanı qoysunlar. Onda deyərdim ki, Azərbaycan millət vəkillərinə əlal olsun. Özlərini Zahir bəy, Qüvvə Demokrat adlandıran, Milli Qüvvə adlandıran deputatlar var. Onlar Rusiyanın adı gələndə dodaqları çatlayır, az qallar Rusiyadan ötürü özlərini öldürərlər. Putinlə danışanda gözləri yaşarır. Mən istəmirəm kimlərlənsə bağlı danışım, amma bu Badamovu mən təbrik edirəm. Kim nə deyir desin. Kişi adamdır. Və eyni zamanda mən istəyirəm ki, Azərbaycan xalqı onun dəyərini bilsin. Badamova da bir məsləhətim var. Bundan indən belə nə gəldi Rusiyanın, nəyi var danış. Qoy Rusiya yerini bilsin. Mənə belə gəlir ki, Rusiyanın bugün ən yaxşı cavabını Azərbaycan xalqının lideri, Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev verdi. Əlavə şərhə heç ehtiyacı yoxdur. Zahir bəy, gəlin qəbul eləyək ki, bugün tarixən də belə olub, eşitirsən. Mən bu tezi hər zaman demişəm elə. Demişəm, Azərbaycan-Türkiyə birliyi varsa, Turan var. Demişəm, deməmişəm. Bəli, bəli, həmişə. Bax, bu iki birlik olsun ha. Gör nələr çözüləcək, Zahir bəy. İran başdan başa Azərbaycan olacaqmı? İki cumhuriyyət bir yerdə olanda. Bizim böyük mənada qapımız Güney Türkistan açılırmı? Pakistanla quru sərhədlərimiz yaranırmı? Ən böyük müttəfiqlərimizdən birindən, doğrudurmu? Ön Asiyada, Afrikanın içərisinə qədər nüfuz dairəmiz genişlənirmi? Bundan sonra Tokayev, 1000 dənə Tokayev olsun ha. Qazaxıstanda hakimiyyətdə qala bilməz. Bəli. Gerçəkdən də Türkistan, Türk Cumhuriyyətləri Turanın qüruru olacaqlar onda. Bəli. Bunun sirri Türkiyə-Azərbaycan birliyindən keçir. Ona görə Tural qüvvələr Azərbaycana böyük sevgiləri, Türkiyə böyük sevgiləri, Türkiyə və Azərbaycan üzrə qoymaq olub ki,
Biz səni sevirik, amma Türkiyə ilə biraz uzaq durun. Bəli. Türkiyə deyə bilər ki, biz sənin üçün hər şeydədir ki, Azərbaycana çox yaxınlaşmayın. Qarabağ çözümündə ermənilərə dəstək verin, məsələn üçün, ha. Amma bütün böyük Türk millətinin böyük türk dəyəri, əxlaqı, dövlət dəyərləri və o bilinçli olan, dövlətin içində olan bir türk məfkürəsi ona imkan verməyib və heç zamanda verməyəcək Zahir bəy. Bu baxımdan da mən hesab edirəm ki, məhz bugün Sayın Əliyevin paradla bağlı olan açıqlamasının Rusiya tərəfindən də bilirsiniz, elan edilməsi, bu onların böyük haykırtısıdır, bu onların bugün rəzil durumda olmasının xəbərçisidir bu açıqlama. Bunlar bilməlidir ki, Azərbaycan Cumhurbaşkanı heç vaxt Rusiyaya getməz. Azərbaycan Cumhurbaşkanı hələ Rusiya vurduğu uçağın hüquqi və siyasi qiymətini almayıbsa, hələ Azərbaycan Cumhurbaşkanı ölkəyə getməz, həm də belə bir parada. Bir də o parad Rusiyanın qələbəsi deyil ki, Zahir bəy. Hər kəs bilir ki, İngiltərə və Amerika olmasaydı Rusiya, Sovetlər Birliyi 1945-ci ildə qalib gələ bilməzdi. O günü Trump təsadüfən demədi, dedi, müharibənin qalibi bizik, Amerikadır. Hələ müharibənin qalibinin Rus olduğunu özü şübhə altındadır. Rusiya niyə para keçirir? Rusiya bəyəm qalib gəlib ki, Sovetlər Birliyi para keçirir. O qələbəni həyata keçirən qüvvələr var ki, axırda dəcəl biz özümüz sən kimsən? İkinci, 1945-ci ildən çox savaşan xalq və eyni zamanda ən çox fiziki itki verən xalq Ukraynalılar olmayıb mu? Bütün savaş Ukrayna coğrafiyasında həyata keçməyibmi? Qələbə varsa birinci Ukraynanın qələbəsidir. Onu nədən Rusiya öz üzərinə götürür, hələ bir parad da keçirir? Rusiya bundan oyun oynamasın. Rusiya kimlərə mesaj verir? Ömür boyu Rusiya faşizmə qalib gəlməyib. Özü böyük bir faşist olub. Faşist bir qurum hansısa bir faşizmə qalib gələ bilməz. Yalandır. Burada başqa qüvvələr var ki, bu faşistdən xortdan kimi istifadə ediblər.